Bebeğim aç hele. Bebeğim aç hele. Vlog bebeğimle vlog olacak. Oy. Ha, yatızdır kızım, yatızdır. Ha, denen ay bebe, yat içinden gözü. Ağlıyor. Ha, koy kitabın üstüne yatıştır. Ha, koy. Aşağı. Yatmır. Kitabı qəşəng koy. Ha. Hı. La. Bir daha bahçe hele bebeğim bir de maç. Ay ya bebeğim piş hele bebeğim piş hele. La. Ay uzun saç kara göz. Ağıllı kuklam benim. Gel Elif. Oxuyat. Sen şahit ol. Məməllim bir de. Görüm ay güzel. La. Yoksa sen danışmaram. Ay güzel kukla. Dəyərli xanımlarımız, sizi bugün 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik edirəm. Hər birinizə qadın xoşbəxtliyi, xanım sevgisi almağı arzu edirəm. Gördüyünüz kimi Mehrin atası bu 8 Martda Mehrini və məni unutmadı. Bizdə maraqlı hədiyyələr aldı. Mehriyə gözəl bir ayıcıq alıbdır. Mehri o ayıcığı çox sevdi. Demək olar ki, gecədə ondan yatır. Nədənsə Mehri bu hədiyyəni çox bəyəndi. Hərəmizə bir ədəd gül və mənə xüsusi olaraq bijuteriya almışdır. Təşəkkür edirəm. Əziz xanımlar, siz də bu 8 Mart'a özünüzə dəyər verərək qeyd etməyinizi sizə arzu edirəm. Qadın xoşbəxtliyi arzu edirəm. Gördüyünüz kimi Mehri burada öz bebəsini, güllərini atdı oyanmayana başladı oynamağa öz beyninə görə. Burada da açılış göstərmişəm sizə. Kukla Labubudur, səhv etmirəmsə, nədənsə bu kuklalar artıq çox sevilir. Mağazalarda fərqli oyuncaqlar var. Bizim vaxtımızda belə oyuncaqlar çox yox idi. Bizim vaxtımızda dediyimiz əslində mən çox da uzaq keçmişim bir insan deyiləm. Amma yenə də günü-gündən hədiyyələr, sürprizlərin çeşidləri çoxalır, qiymət fərqi də çox böyük rol oynayır burada. Mehri burada özünü mənim saatımı qoluna taxaraq güya ki harasa gedirmiş kimi göstərirdi. O ümumiyyətlə özünü göstərməyi çox sevir. Mənə elə gəlir ki, bu bütün qızlarda olur, qız uşaqlarında olur. Özünü göstərsin, özünü hamıya gözəl təqdim etsin, cəlb etsin. Bu əslində gözəl bir haldır. Mənim qızım özünə dəyər verməyi xoşlayır deməkdir. Növbəti kadrda isə 7 Mart axşamdan Mehriyə yemək bişirirdim. Onu da sizə paylaşmaq istədim. Düzdür, bunu shorts olaraq paylaşmışam. İstədim videoya da əlavə edim. Etlərimiz hazır. Nuş olsun. Eri, hamısını yeyəcəksən qızım? Yeyəcəksən hamısını? Kotletindən götür bir dənə ye. Kartof. Kotlet.
Kotlet. Oh oh oh. Oy. İstedi.